Sağ gətirdim. Primer çəkdim. Da primera. Hər kəsə salam. Mən Aygül. Mən Humay. Bəziləriniz bilir ki, Humay mənim ən yaxın dostum, rəfiqəm, canım, sirdaşımdır və bu gün qərara gəldik ki, Humayla sual-cavab videosu çəkək və düşünürəm ki, bu sual-cavab videosunda çox güləcəyik. Və bu arada əvvəla videoya keçməmişdən əvvəl kanalıma abunə olmağı, like qoymağı və komment yazmağı unutmuruq və mümkünsə kanalın böyüməsi üçün mənə köməklik göstərsəz çox Bizim gənclərə dəstək olaq ki, Çox sağ ol. qabağa gedə bilsinlər. çox sağ olun. Yəni bu kanal həvəsi açılmış bir kanaldır və siz də bu yolda mənə dəstək olsaz çox sevinərəm. Humay xanım da sevinər. Elə isə keçək videomuza. Keçdik. Deməli, ilk sualım Humaya. Məni ilk görəndə nə düşünmüşdün? İş görəndə əynində bir dənə köynək vardı, onu bəyəndim. Elə orada da aldım, onu geyindim. Usta. Bu da çıxartdım, normal verdim. Elə o vaxtdan bu vaxta hələdəki münasibət davam edirdi, yəni dostluğumuz. Neçə ildir biz dostuq? 9 il olar ücə. Oyda, 9 il. Dostluğumuzun ən gülməli anı səncə hansıdır? Məncə haçan bir araya gəlmişik, həmişə gülməli olurdu. Məncə hansı? Yəni mən Yadıma düşdü. Təzəlikdə yıxıldı nə yolda. Səncə o ən gülməli idi? Uzanmışdı yerə belə əməlli başlı yıxılmışdı. Dizim elə də ağrıyır yəni. Məktəbdə dizim ağrıyır da. Yox. Necə oldu o hadisəni danış. Necə mən yıxıldım? Deməli biz mağazinə getmişdik. Hava çox soyuq idi. Yaxınlarda bu təzəliklərdə. Acı dedim ki, davay qaçaq. Qaçanda mən qabaqda qaçdım, bir də gördüm arxadan bir dənə tapıldı zəz gəldi. Doğal zat partlamışdı. Biz də evə gedirdik. Evə də bəzi abur-cuburlar almışdıq ki, Humayla belə atışdıraq da nəsə. Yaxşı banka yox idi, qırılar düşəsi. Amma nəsə dağıldı da heç nə. Doğamız partlamışdı. Doğalmışdı. O dağılmışdı, şalvarım falan cırıldı. Ən sevdiyim şalvarım. Əsas odur ki, sağlıqdır. Dizim elə də ağrıyır, yəni o dərəcədə. Səncə mənim qorxduğum bir şeydir. Mən nədən qorxuram? Heç nədən. Heç nədən qorxmur. Həqiqətən düz deyirsən, ey. Bu adam heç nədən qorxmur yəni. Və məsələn üçün mən kənardan çox rahat biri görsənirəm. Məsələn elə şeylər olar ki, deyirlər Amma çox qorxaqdır. Və belə hər an tətikdədir da, yəni nəsə olar birdən. Bəli. Amma bu yox. Biz məsələn gecə saat 12-də çölə çıxaq, kimsə bizim damımıza gəlsin, mən yer axtararam girmə, macul deyir. Heç nə olmaz, gəl, qorxma. Qorxma, mən burdayım. Hələ mən Moskvaya gedəndə mən dedilər sən qorxmursan, o boy döyüşün içində görürsən. Heç yəni o deməyənə qədər heç mən çatmırdı ki, orada döyüş gedir, orada nə bilim Gördün oradakı döyüşləri? Heç nə yox idi. Prosta hamını yoxlayıb belə götürürdülər də, yəni. Mən getməzdim məsələn. Nəsə. Məni 3 sözlə təsvir elə, daha doğrusu. 3 sözlə. You my love. Yox. Bildim, okey, mən də səni sevirəm. 3 sözlə sifət bildirsin. Məsələn? 3 sözlə. Məsələn, çətin, diqqətli belə bir şey. Gözlə. Hə, çətini dedin ücə. Çətin. Kaprizli, çox kaprizlər var. Bəzən kaprizlərini ücə dözə bilmirəm. Sən də kapriz edirəm ki mən. Ümumiyyətlə də başqalarına da kapriz eləyəndə deyirəm, acı yaxşı, iki qızsan, mən qadınam. Dəqiqdə bir dənə söz var, mən qadınam, mən beləyəm. İkisini dedim, biri qaldı. Əyləncəli. Səncə mən əyləcəliyəm? Çox. Mən sənin telefonunda hansı adla qeyddəyəm? Aygülüm. Stikeri var yanında. Yoxdur. Aygülüm sayıladır. Var, smayliklər var gözümdə. Baxın, Aygülüm. Burada başqa yazmalar da var. Yox, yazışmalarımız şey deyil. Prosta indi mən soru-sual eləyir, onları hazırlayır. Sizcə Humayın adını mən nə yazmışam? Səncə sənin adını mən nə yazmışam telefonuma? My friend. Yox. Humay. Yox. Naxçıvan Humay. Yox. Humaycığım. Yox. Nə? Humay Qafarova. Rəsmiyyəti şey. Çox. Bayaqdan deyirəm, xaç. Mən normalda ad soyadla yazmağı çox sevirəm də, Sən yəni. belə də qəbul edir, qəbulmuşsan. Halalımsan, qəbulumsan. Mənim hansı xasiyyətim səni əsəbləşdirir? Nə dedin kameraya? Camaat
Xalqla pis danışmaram. Mən deyir ki, hansı bir kişi bilmir də, bunu görmür, buna yol vermir. Vsyo. Deyir, o kişidir, o mənə yol vermədi, mən qadınam, o mənə yol verməlidir. Bu kimi tiplər məsələn düzgün deyil. Xoşa gələn də deyil. Bunu aç, kodunu aç bunu. Mənim ən güclü tərəfim. Hər şeyi tək bacarmağın. Hər şeyin öhdəsindən gəlməyin. Ay, ağlayacağam indi. Ağlama. Ağlamanın yerlərini keçək. Məni hansı anda həqiqətən güclü gördün? Mansanda. Ağlayanda ki, özünü sakitləşdirirsən o anda. Çünki məndə də belə olub çox. Yəni onun nə qədər çətin olduğunu və necə ayağa qalxmağının nə qədər çətin olduğunu bilirəm deyə. Ona görə düşünürəm ki, ən çətin anlar o anlar olur. Tabii siz anneleri tarafından size emanet edilen çocuklara her bakımdan yetersiz gördüğünüz bir kadının annelik etmesine şiddetle karşısınız ama Səncə insanlar mənim haqqımda nədə çox yanılır? Məncə yanılırlar çünki sən çünki qırağı başqa bir Vibe ötürürəm. bəli, amma başqa cürsən. Yəni göstərirsən ki, sən çox qəddarsan, amma əslində elə deyil. Əslində ürəyi yox biridir. Bugün bütün sirləri açırıq. Bəli. Əgər yolda bir nəfər görsə, çox pis vəziyyətdədir, son qəpiyini belə çıxardıb o adama verə bilər, amma belə baxanda çox qəddar görsənir yəni. Amma elə deyil. Mən saf, təmiz, tez alanam. Mən məşqçi olmasaydım nə olardım? Jurnalist. Valla. Səncə məndə olardı jurnalistika? Konuşma, of course. Anlardım. Bacarardım. Başqa? Başqa aktrisa da ola bilərdin əslində. Ola Sizcə? bilərdi. Sizcə ola bilərəm? Məncə ola bilərsən. Maraqlıdır. Yəni ağlıma gəlməz ki, kötü insanlar, kötü. pis xarakterdə oynaya bilərdim ancaq. Amacır onda, amacır. O qaynanadır. Amacını bilmirsən. Yox. Uşaqlar, siz bilirsinizsə yazarsınız yorumlarda. Aygül də bilər. Məni hansı vəziyyətdə əsla təsəvvür edə bilməzsən? Valla mən təzədən mən söhbəti eşitmişəm ki, bu dalaşıbdı. Mən yəni hap fikirləşirəm, gözümün qabağını gətirə bilmirəm. Kimləsə dalaşmağı, kimsə döyməyi gözümə amma döyübdü. Burası mən onu təsəvvür edə bilmirəm və gözümün qabağını da gətirə bilmirəm. Səncə mən nəyi buraxmalıyam, nəyi davam etdirməliyəm? Məncə sən hal-hazırda düzgün yoldasan, bəzən xassiyyətləri dəyişdirsən, bəzi xassiyyətləri dəyişdirsən, hər şey əla. Bugünkü Very mövzumuz good. mənim xasiyyətlərim. Bəli, very good. Mən məşqçi kimin nə ilə fərqlənirəm? Güclü olmağınla. Fərqləndiyim xüsusiyyəti. Güclü məşqçi. Güclülükdür də. Ondan başqa necə başqa bir məşqçi necə başqa seçilə bilər ki? Bir insan peşəsində necə seçilə bilər? Güclü olduğu halda. Səncə idealların falan? Yoxsa ideya da o gücün içinə aiddir? O ideyalar mənə çatmır çünki bəzən rəqs qurur elə bir şey deyir ki, yəni onun özünün ideyası var da, yəni. Amma məndə o şey yoxdur. Mən yəni rəqsi mahnıya uyğun qururam, qutarım. Bu amma onu rejissor kimi yazır, dizir, pozur, sonra qurur. Rəqsə baxanda sonra izah edir, amma mən heç nə başa düşmürəm. Prosta baxıram ki, rəqsdə qurulub. Sən ancaq oynama, afro qoyasan oynayasan. Məncə ancaq oynamaq deyil. Qoy oyna. Uşaqlarla işləyəndə mən necə görürsən? Uşaqlar çox şirin. Sladki. Aha, Vallahi. doğru. Ha. Bəzi. Şu balaca uşaqlarla necə olur? Hə, balaca uşaqlarla. Çox mehriban, sən. Yarışdan. Mən əsəbləşəndə susuram, dram, pasiv-aqressiv queen hansıyam? Mən əsəbləşəndə necə oluram? Dayanmır. 5 dəqiqə mən bunu sakitləşdirəmirəm. Acı yaxşı, acı bəs belə qolla, əllə, qolla. Deyəndə xasiyyətim hansı? İt xasiyyəti. İt xasiyyəti, it. Xasiyyət. Mənim Adamın mındar xəsiyyət olur ki, mən normalam deyib, amma heç normal olmayan hərəkətim hansıdır?
Məsələn, mənim üçün normaldır, amma o normal Hə, deyildi. məsələn üçün bayaqları aşağıda da bunu müzakirə eləmişdik ifadə. Deməli, məsələn, Acilə deyirlər, məsələn üçün bizə deyirlər ki, məsələn deyirəm də, bu stolda oturmayın. Hə, məsələn qıraqdaşına deyir, qızım sənə deyirəm, gəlim sən eşit məsələsidir. Məsələn, mən deyirəm ki, yəqin ki, bizə də aid deyil. Bu deyir, yo, bizə deyilməyib, deyir, gəl otur. Əslində o düzgün bir şey deyil. Sakin ol Kemal. Sakin ol Kemal. Yo, əgər gəlib mənə bir söz deyilməyəcəksə, məndən müraciət olunmayacaqsa, mən niyə o sözü üzərimə götürməliyəm ki? Misal gətirdim. Primer çəkdim. Da primera. Primer. Məni bir cümlə ilə aləmi necə izah eləyərdin? Bürcün nədir bəyəm? Məni bir cümlə ilə Hə. Sən bir cümlə ilə necə izah izah edərdin? eləyərdim mamam gilə. Ailəmə necə izah eləyərdim? Deyirdim qədrin bilin. Gözyaşlarım 22 yaşındakı bir qızın tək özü nələrsə əldə edibsə bu həyatda mütləq onun qədri bilinməlidir. Amma niyə elə baxırsan? Baxıram görüm. Mənim ən boş, amma özümə ən çox yaraşdırdığım hərəkət. Özünə haqq qazandırmağın, səhv olduğu yerdə belə özünə haqq qazandır. Özümə çox sındırmaram ki. Hə. Mən belə istəyirəm, belə olmadı, amma bilir ha özü də səhvdir, amma prosta özünə haqq qazandır. İlham Quliyeva ki. Bu yay mənə elə gəlir ki, mən İtaliyada istirahət edəcəm. Mənə elə gəlir ki, mən İtaliyada dincələcəm. İtaliyada bu ildə dincələcəm. Harada istəyirsən istirahət etmək, ged orada deyə. Bu il hara gedək sizcə? Siz seçin. Yazarsınız yorumlara. Yazarsınız yorumlara. Yəni məni tək buraxmaq olmaz. Çünki arxasını sən gətir. Çünki belinə düşən hər bir şeyi hər an eləyə bilər. Veşin yıxıb başqa ölkəyə gedə bilər. Mən sıxılıram, istirahət eləmək istəyirəm, gəzmək istəyirəm, çıxar gedər. Yəni bu yanda kimsə olmalıdır ki, desən, ay belə otur yer və etmək eləmək üçün qısım. Aygül mama kimdir yazır? Mənim mamamdır. Yox, ana, Şahnaz xanım. Mən tanıyan adam üçün ən böyük red flagım nədir? O nədir? Ya red flag yəni pis tərəfi. İnsanın xasiyyəti adamı Bundan xəsiyyət olur ki, insanın həyatı cəhənnəmə dönər. Qardaş. xasiyyəti olur ki. Mənə baxıb bu qız ayrı planetdə yaşayır dediyin an olub. Yəni öz dünyası var bu. Ya həmişə. Həmişə demişəm. Həmişə fikirləşmişəm, özünə də demişəm. Nə demirsən? Necə yəni? Demişəm, yəni sən öz dünyan var da, heç nə vecinə deyil. Mən də olmasaydım, məsələn, evdəkilərin maraq həyatı olardı. Məncə də, yəni Sən maraqlı həyatın təkcə sənin ailə yox, sənin ətrafın maraqsız olar. Məncə də Humay xanımın qədrini bilin və layqlarla bunu göstərə bilərsiniz kommentarlarda. Bəli, baxacam yorumlara bir tək. Cavablayacaq hətta siz. Fake səhifəsində sizin yorumlarınızı cavablayacaq. Yo. Var, adı Əlidir, Əli. Sizi şəxsən öz şəxsi səhifəmdən yorumlarınıza cavab edəcəm, geri dönüş. Məni əsəbləşdirmək üçün 3 saniyəlik plan qur. Ehtiyac yoxdur əsəbləşdirməyə, sən plan qurmağa. Hə. Bu belə adi bir şey gəlmədə əsəbləşə bilərsən. Məsələn, əsəbləşdir. Yox, indi eləməyim, kameranın qabağındayıq. Hər şey əladır uşaqlar. Hər şey superdir. Small. Bakın İngilizcem benim çok iyiydi. Bana kullandırmayın. Bütün videoyu İngilizce yaptırmayın bana. İngilis dilindən birinci gün imtahan verəcək, ona görə biraz ingiliscə danışır. Bəli, ingilis dilindən İdman Akademiyasında oxuyasan və birinci kursdan kəsiləsən. Vlogumuza baxdığınız üçün çox sağ olun, minnətdarıq. Kanalımıza abunə olmağı, like qoymağı, şərh yazmağı unutmuruq. Əgər belə bir videoların daha çoxunu gəlməyini istəyirsinizsə, dəstək olsanız çox sevinərəm və kommentariyada bildirin. Sağ olun.